Mübariz Mehrəli vurğuluyursan ki, bu ananın işi gücü yoktu mu? Mənim işimi gücüme bak. Bak görürsən, heyvanları yemləyirəm. İşi gücü yoktur mu deyirsən ki, 70 yaşında kadın gelip oturub TikTok'da dindən danışır. Mənim işim gücüm var. Nəvələrini oynatmır, nəvələrimlə də varam. Evimin xörəyi ilə də varam. Gələn qonağımla da varam, sizlərlə də varam. Mən universalam. Mən o dərsimdən 5 işimdən möhkəm bir insanam. Yaradan belə yaradıb, mən demirəm. Sadəcə yaradanın mənə lütf etdiyini söyləyirəm. Bu bir. İkincisi, deyirsən ki, konkret deyir ki, namaz ləğv olunur, iman önə gəlir, bəli. Nə deyir Quran? Bilmədiyiniz şeylər haqqında mübahisə etmək. Çünki hər biriniz hükmüdar Allahın huzurunda olacaqsınız. Bax, bu həmin huzurdur, həmin ruhun önündəsiniz və hələ ki eşitdirilir. Və hükmüdar Allahın huzurunda buradan eşidib qəlbinizdə hesab verəcəksiniz. Yerini göstərirəm. Çünki Allah hər kəsin üzərindədir. Diqqətli olun. Yeni əhdin vasitəçisini rədd etməyin. İncildə buyurulur. Çünkü bundan önce Allah'ın xəbərini yer üzerine getirenleri, reddedenleri, bugün Peygambəri, Məhəmməd Peygambəri, Rəsulu qəbul edirsiniz, ama o zamanlar o qəbul edilməyib. Buna istinad edir. Cəzadan qurtarmadılarsa, bugün daha ağır cəzalardan canınızı qurtara bilməyəcəksiniz. İndi Quran deyir. Həqiqətən Allah hökm günü bir şahid üzə çıxardacaktır. Şahid də Quranda aydın buyurulur. İndi bundan sonraki fikirdə dinləyəcəksən. İmtihan olunmuş qadın var, surə 60, o haqda danışmışam. Tərsanələrin tərsi kimi, tərsinə işlər fələk, boynuma zəncir salıb, saxlar məni rahib tək. Fikrin sonrasını danışdı, susturdu, sonranın əvvələ gətirəndə bu oldu. Yəni, carçının yaxın yerdən car çəkdiyi zaman o cümlə var, eşəklər, Quran deyir. İnək surəsi, eşəklər Qurandan gəlir, məsləhətinə şükür. Allah bəndələrini heyvana bənzər vurğuluyur Quran sinəsindən. Bu acı həqiqətdir, təkir deyil. Təbii ki, bu eşək sözünü biz silib Rəbbimlə ora bütpərəs yazmışıq. Amma bugün belə nitqə gətirir məni. Mən aslanamsa, səndə tülkü, səni kimi tülkülər Allah'ın carçısını yaxın yerdən car çəkən zaman görüb, boyunlarını qabağa uzadıb deyəcəklər, vay 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 vay, bu nə ağır gündür, biz gəlib çatdıq. Bunu deyəcəksiniz siz, onu Quran deyir, mən də eşitdirirəm. Və aslan nərə çəkirmiş kimi yüksək səslə nida edən zaman Allah'ın sirri tamamlanacaqdır. Bu nidadır. Bu aslan şəklində, qadın şəklində nida deməkdir. Bunu unutmuştum, bunu da burada dedim. Mübariz Mehrəli, Allah'ın salamı olsun sənə. Dünən canlı yayımda mən sənin fikrini cavablandırdım. Özün də oradaydın, eşitdim. Ama ürəyim doymadı. İstədim, biraz əlavələr edim və biraz da təkrara yol verim. Aydın fikirdir 3-cü surənin 7-ci ayəsində Quranın bir hissəsi hükmü bəlli, mənası aydın, yerdə qalan hissəsi mənası bəlli olmayan biri-birinə bənzər ayələrdir. Ürəklərində bax sənin kimi əyrilik və şək şübhə olanlar mənə
ne şəkkin var. Fitnə fəsad salmaq üçün Quranın sinəsindən mənası bəlli olmayan ayələrə uyarlar. Bu da böyük bir imtihandır Allah tərəfindən, məsləhətinə şükür. Lakin Quranın əsl mənasını Allahdan başqa heç kim aça bilməz. 60-cı surədə imtihan olunmuş qadın var. Xəbərin var bununla. 60-cı surənin 10-cu ayəsində imtihan olunmuş qadın surəsi buyurur ki, ey iman gətirənlər, demir namaz qılanlar, ibadət edənlər, iman gətirənlər. Səndə də bu kəsaddır, yoxdur. Olsa, bir şey anaya qarşı belə qalxmazdı. Sənin şuur payın dayaz boşqaba qoyulub. Məsləhətinə şükür, mən etməmişəm, Allah edib. Mömin qadınlar bir mühacir kimi sizin yanınıza gələndə onları imtihan edin. Mühacir kimi gələn qadınlar nəyini imtihan edəcəksiniz? Mömin qadınlar. Minlərlə mömin qadınlar var. Görtəm, amma bu anlayışları yoxdur. Bunun açarını gedirik 2-ci surəni söküb içərisindən götürürük. Rəmz və işarə ilə sözdür. Götürdükmü bu sözü? Surənin 2-ci surənin içindən gəlirik. Rəmzini seçirik. İmtihan olunmuş qadın sizin yanınıza. Çünki surənin adı tək halda səslənir. Ayədə cəmlənir. Bu artıq tələdir, sınaqdır. Siz Allah'ın xəbəri ilə gələn imtihan olunmuş bir qadını imtihan edin. Onun imanı demir namazı. Deyir onun imanı Allah'a bəllidir. Onu sınağa çəkib imtihan etmək sizlərə gərəkdir, namaz əhlinə. Bu devrin tələbinə və insanların ehtiyacına görədir. Devrin tələbi nədir? Birinci yaranışdan sonra ikinci yaranış olacaqdır, Quran deyir. Bu isə yeni əkdin, yeni dünyanın Allah, yeni əkd. Ədalət dünyası qurmaq istəyir. Buna şübhən var. Nə qədər başını aşağı salıb namaz qıla-qıla gedəcəksin. Nə verdi sən namazın üstündə? Əgər namaz hər şeyi həll etsəydi, niyə bu qədər namaz qılanlar cavan-cavan ölür? Niyə sizin elə din xadiminiz öldü cavan? Deməli, namaz kara yetmir. Qınaq deyil, ha? Böyük hörmətim var o insana. Ailəsinə də başsağlığı, necə deyərlər, başları sağ olsun deyirəm. Amma niyə öldü? Niyə namaz karına yetmədi? Məntiq var burada. Yeni ək dedikdə Allah birincisinin, yəni bax, heç nəyi kamilliyə çatdırmayan bu devri ləğv edir. Çünki köhnələn və qocalan hər bir şey məhvə yaxındır. Onun əvəzində yeni qanun meydana gəlir, biz ruhən. Ruhu görürsən, Quran açıqlamır, cüzi bilgi verir. Amma sən bilmirsən, ruh nədir? Bunu dərk etmək gərəkdir. Ruhən və əqlən yeniləşib Allaha daha yaxından, yəni qəlb evində xidmət edəcəyik. Bura gedir. Allah bu kitablardan, 4 kitabdan istədiyi hökmü ləğv edər, istədiyini əlavə edər, istədiyini məhv edər, istədiyini sabit saxlayar. Onun işinə kim qarışa bilər? Heç kim. Qur'an-ı cümlədir. Bu devrin tələbinə və insanların ehtiyacına görədir. Bunu Quran açıqlayır, İncil açıqlayır və deyilir. Bunu dərk etmək üçün gəlin ilk öncə bütpərəstlikdən uzaq olaq. Çünki yeri, göyləri, onun içərisindəkiləri yaradan Allah əl ilə tikilən məbədlərdə, nə qəbirdə, nə kilsədə, nə məsciddə, nə Kəbədə, Kərbalada, Məşəddə yaşamaz. Onun məbədi biz insanlarıq. Biz onun canlı əsərləri, canlı məbədləriyik. Bunu bilirsən? Yox. Kim Allah'a məbədini məhv edərsə, Allah da onu məhv edər.
Yani öldüren öldürülecek, zulüm veren zulme düşecek, tehkire kalkan rüsvay olacak. Məsləhətinə şükür bu arzu değil, acı həqiqətdir ve senin bildiklerin de çığ eskildi. Çünkü söz her şeyden evvel dinleyen ister. Alıcı olmazsa tanınmaz göfer. Gezirəm elə bir sərraf insanı ki məmnun eyləsin göfer. Söz satanı, sen mənim alıcım değilsen, odur ki sen qəsdi qərəzliyim yoktur. Ama bu cevabı da verməliyəm. Her dövrün olar bir usta bağbanı, bəsləyər, böyüdər körpə fidanı. Xəzinə qapısı açarak mən də bir bayraq uçatdım. Yaşıl çəməndə. Yaşıllık hatifi o gizli dilber, şairler ona şiir ilhamı der. Ecazkar sənətimlə açaram tilsimləri, sihrimlə əfsunlanıb tilsimdədir o pəri. Allah pəri donunda gəlir. Nizami bunu deyir. Sen bunu bilirdin. Kadın, imtihan olunmuş kadın suresini təsdiq edir. Anlayışın var mı bununla? Senin bildiğin cırezgildi. Atam. Yine deyirəm, bal verən arının bircəsi yəqin, yüzündən yaxşıdır bax sənin kimi bal yeyənlərin, namaz qalanların. Mənasız səxavət göstərsə hər kəs, yırtık təbil gibi çıxaracaq səs. Sənin səsin yırtık təbilə bənzədir, Nizami. Şikarı tutmağa aslan gərəkdir. Sənin kimi tülkülərin də işi müftə yeməkdir. Aslanla döyüşə çıxsa tülkülər, bilinər kimdədir qılınc və hünər, söz qılıncı. Ne zaman söz qılıncım qalxar yuxarı, başı kesik, gezer sənin kimi söz oğruları. Oğruyubsan, qapını pəncərəni də tülkü gibi bağlayıbsan. İnsan aləmi var, heyvan aləmi var ama canlıların hamısını hərəkətə gətirən o ruh Allah'ın zərrəsidir. Təqdir deyil, izat. Mən də özümə şir deyirəm. Sənə də tülkü. Vəssalam bənzədirəm. Aslan aslandır düşünsən, bir az aslanın erkeği, dişisi olmaz. Necə deyir Gürgani, ay Mihrəli, insanlar hamısı birdir. Aslanın erkeği dişisi birdir. Bəzən sədaqətdə adi bir qadın, səni kimilərinin yüzlərindən irəlidir. Məsləhətinə şükür. Sanma bu meydanda asandır durmak, aslan ile pence penceye vurmak. Bu meydanda şirle gerek, şir pencesi edecek. Tülkü bacarmaz burada. Barı şir olmasa koyulsun pelenk. Ben pelengi gözlüyorum. Tülkülerle ne işim var? Seni yaradana şükür. Şir bu yolda dara düşse iyilemez ar. Çünkü onun yolunda eli boş değil Pərverdigar. Səni elə yönəldir, məni də belə, məsləhətinə şükür. Kim, yani sənin kimilərindən kim bu yolda şiri ayaktan bəndə salmaq istəsə, yeri var ki bu yolda başından geçmiş olar. Biraz dikkatli ol. Hara sataşdığını anladıram sənə. Çünkü bunları ben danışmıram. Bunları sənə danışan ruhdur. Kur'an'ın da ruh hakkında məlumatı yoktu. Bir başı ucatmak istəsə devran, kəməndə düşecek senin kimi ortada söz oynadanlar. Dikkatli ol. Kəməndə düşecek boynunu uzadan, söz atan. Anladın mı? Güzel bala. Burada yine nəsə deməliydim mən. Ne demək istəyirdim burada bir də? Neyse.
unuttum. Anı gelir, onu da söylerim.